Şuların Kirvabiti kəndində yerləşən qəşəng bir bərbərimiz var. Həmişə gəlir bunun yanına, özü şəhərdə öyrənmiş bərbərlərdəndir. Peşəkar, profesional, etibarlı, əllər düzgün var. Allah yar, Mirzəyev. Hal necədir işlər? Sağ olun. Müştərilər zədlər var. Yaxşıdır maşallah. Qışla yayda fərqi var yoxsa? Yox. Sizdə ancaq toylar olanda da görsən. Toylar olanda biraz müştəriyiz. Toy olanda laf yaxşı olur, klient bol olur. İşinizdən razısınız Allah. Eyvallah, ha. Çox. Çox razıyım. Mən şəhərdə bir çox bərbərin yanında olmuşam. Amma inanırsınız sizin yıxdığınız başdan yoxdur da. Həqiqətən deyirəm, ha, yəni üzrə demək olmasın. Yəni gəlirlər 10 manata, 15 manata, 20 manata başqa yıxırlar. Amma o deyil də, qıtqılar başı o deyil. Saçı zayırlayıb qoyurlar ona. Maşallah siz illərin sənətkarısınız. Sizin biz hər zaman gələndə sizə dəyirik. Öz əl işlərinizlə tanış olduq. Uşaqların saçını qırmaq çətindir, yoxsa böyüklərin? Uşaqların saçını qırmaq çətindir. Prosta bacarsın bir də çətindir. Onların saçını məsələn tərpətmir də saçını. Valla, yəni yaxşı almır. Bir də uşağın da başı yaxşı almır. Prosta nə qədər olmayıb böyük saçı lap yaxşı almır. Yəni biraz yəni uşaq sakit oturmur demək istəyirsən. Məsələn belə uşaqlar maşallah sakit oturanda yaxşı saç çıxır. Sən uşaqlarla dost olmalısan da. Sən uşaqlarla belə 8-dən zaddan qoymalısan ki, uşaqlar gələndə səndən dost olsunlar, səndən qorxmasınlar. Yox, qorxan yoxdur, prosta belə mehribançılıq yaratmaq lazımdır, uşağın dilini bilmək lazımdır. Hə, belədir. Bəzi bərbərlər var ki, üz qırxmırlar. O nə əlaqəlidir? Niyə qırxmırlar ki üzü? Ya özlərinə sığışdırmırlar, yoxsa necə? Yoxsa bacarmırlar? Elə bir şey var ümumiyyətcə? Belə bir şey var deyəndə, eləsi ürəyə qəbul eləmir, lezbiylə üz qırxmalar, eləsi xəstəlikdən qorxur. Yox, bərbərlər var ki, yəni qırxmırlar üzü. Yəni niyə? Çünki deyir, mən üz qırxmıram. Zaten qırxa bilmir, maşın deyir, şeylə maşın deyir. Əlin qolun var olsun, bu da Al Ustanın əl işləri. Çox sağ ol da. Uşaqların başına atırsınız da belə zeymi. Hə. Çox sağ ol. Hə, Qədir bəy, maldan razısınız. Çox sağ ol. Necə iş görür? Çox yaxşı iş görür, çox səmimi qarşılayır. Necə deyim, müştəriləri ilə, ondan sonra insanlarla çox səmimi, çox mehriban, çox razıyıq, çox sağ olsun, çox mehriban, çox səmimi. Gördüyü işdə ki, sənətinin sevən, xoşlayır, bacaran, qədərincə bir sənətkardır. İşinin peşəkarı. İşinin peşəkardır, bəli, çox. Çox sağ olun. Əliniz qolunuz var olsun. Sağ ol, siz də sağ olun ki, işıqlandırırsınız belə